eşidirsənsə əgər musiqi, imanını aparacaq tədricən. Ola bilər birinci hiss eləmirsən. Musiqiyə qulaq asmaq, qardaşlar, dinləmək insanın şəhvətləri aparır. İnsanın şəhvətləri aparır. Elə musiqi var ki, onu dinləyəndə insan içmək istəyir. Təcrübədən keçirilmiş bir şeydir. Elə musiqi var ki, onu dinləyəndə zina eləmək istəyir. Elə bir musiqi yoxdur ki, onu dinləyib namaz qılasan. Oruca həvəslənəsən. Gedəsən salih əməl eləyəsən, yox. Yox, şeytani bir əməl. Allahu yuridən yətubə aleykum. Allah tövbələrinizi qəbul eləmək istəyir. Sizə rəhmət eləmək istəyir. Və yuridu ləzine yettebi'une şehvaten temilu meylen azime. Şəhvətlərinə tabi olanlar Allah'tan sizi yayındırmaq istəyir. Başqa şeylərə meyl elətdirmək istəyir. Bu üçün bu elə olardı. Musiqiyə qulaq asmaq qəlbdə olan imanı tədricən çıxarır aparır. Lakin Qurana qulaq asanda imanın artır.